Sən hər gün işləyirsən. Fərq yoxdur, maaşlı işləyirsən, ya evdə işləyirsən, səhər durursan, uşaqları hazırlaşdırırsan, yemək bişirirsən, onları yola salırsan, həmin şey yoldaşına, sonra onlar gəlir, eyni şeylər təkrar edirsən və hər gün eyni şeylər. Sabah da eyni, bürsün də eyni, tay bürsün də eyni. Amma ay sonunda baxırsan, əgər maaş alırsansa ki, maaş əriyib gedib yoxdur. Və ümumiyyətlə işləmirsənsə, evdar bir xanımsansa, baxırsan ki, ümumiyyətlə heç pul yoxdur. Necə pul ayın əvvəlində yox idi, ayın axırında yoxdur. Əgər bu video sənin haqqındadırsa, onda bu video axıra kimi bax. Kanalı sevirməyin, sadəcə buna axıra kimi baxın. Bəlkə də bu video sizin həyatınızı dəyişməyə bir səbəb olur. Mənim adım Əzəmətdir. Mən Azərbaycanda evdar qadınlara və yaxud da işləyib, işdən bezən və işdən çıxmaq istəyən qadınlara evdə oturaraq necə evdə pul qazanmaq olar, onu öyrədirəm. Və bu videoda mən sizə 3 dənə şey göstərəcəm. Niyə indiyə qədər nəsə eləmək və vəziyyətdən çıxmaq alınmayıb? Necə edək ki, qazanaq? Evdə real qadınların real nəticələri. Odur ki, kanalı çevirməyin. İndi bunların hamısını izah edəcəm. Birinci səbəb, niyə indiyə qədər səndə alınmır? Çünki sən gözləyirsən. Gözləyirsən ki, yaxşı vaxt gəlsin, gözləyirsən pul gəlsin, gözləyirsən uşaqlar böyüsün, gözləyirsən ərin icazə versin. O qədər şeylər gözləyirsən ki, onlar da heç vaxt gəlib çatmayacaq. Mənim vallahi deyirəm, tələbəm var ki, bu il qoşuldu, amma dedi ki, mən keçən il qoşulmaq istəyirdim. Sadəcə bir şeylər gözləyirdim. Deyirdi, amma nahaq yerə gözlədim. Heç onlar da gəlib çıxmadı, mən indi qoşuldum. Yəni ki, siz indi rahat bir istə 100% əminsiniz ki, siz məsəl üçün indi yox bir 5 il bundan qabaq hansı bir işə başlasaydınız işləməyə, qəşəng bir nəticələr, bəlkə də Volkswagen sürürdünüz, Range Rover sürürdünüz, sadəcə 5 il bundan qabaq başlasaydınız. Amma 5 il bu düşüncədəydiniz ki, filan şey olsun sonra, filan şey olsun sonra, filan. O da görürsünüz 5 il için gəlib çıxın. Nə də gəlib çıxan deyil. Siz vaxtı gözləməməlisiniz, siz özünüz gəlməlisiniz. O şansı özünüzə yaratmalısınız. Ona heç kimsə yaratmayacaq boş-boşuna durduğu yerdə. Mənim vallahi deyirəm, tələbələrim var ki, bu günə qədər Instagramı bu səviyyədə işlətməklər. İkinci paylaşımları, birinci paylaşımları kəşfetdə yox. Və sonra o birisi videolarda kəşfetə düşüb. Yəni, amma bura gələndə onları bilmirdi. O bilmirdi, gəldi, öyrəndi, bacardı. O səndən artıq deyil. O öyrəndi, bacardısa, sən də öyrəndi, bacaracaqsın. Əgər buna qədər inanmışsınızsa və şübhələr dolusunuzsa, onu keçirib üçüncü məsələ. Sizin kimi, sizdən heç bir fərqi, qeyri-adi bacarığı olmayan bacıların nəticələrini göstərmişsiniz ki, hansı ki bu kursa gələndə sizin qədər edilir. Baxın, bir tələbəm ayda 20-yə yaxın sifariş götürür. Bir tələbəm var, o da onun kimi işləyir və o tələbəmin 18 yaşı var. Yəni, bunu uşaq edə bilirsə, bunu siz edə bilməyəcəksiniz. Yəni, bu qədər çətin bir şey. Əlbəttə ki, yox. Bu sizin sadəcə ağlınızda çətinləşdirir. Özünüzə bilməməyinizə görə çətinləşdirmişsiniz. Yəni, balaca şey böyüdür bir dağ boyda bir problem elədir. Hərçən ki, o dağ boyda şey balaca belə bir şey edir. Bir şapalaqlıq canlı olan bir problem. Sonra tələbələrimin uğurlarından onu göstərə bilərəm ki, sizə baxın, kursa gələndən sonra bu onun səhifədəki baxışların göstəriciləridir. Bu təzə başlayanların səhifəsi 0 səhifədə olan videoları kəşfətə düşmək sübutlarıdır. Və belə sübutlar çoxdur. Və onların hazırladığı və satdığı sifarişlərdə belə mən adlı bir dənə səhifə açmışam. Səhifənin adı Tort kursu nəticələridir. Və orada onların bütün nəticələrini, uğurlarını orada paylaşır. Yəni oradan da girib baxa bilərsiniz. Görün orada nə qədər bacılarım, nə qədər tort sifariş edib, nə qədər pul qazanır. İndi özləri pul qazananlar özünü asılıqdan qurtarırlar, istədiyi vaxt istədiyini eləyirlər, alırlar, geyinirlər, yeyirlər, içirlər. Hərçən ki, onlar xüsusi xanımlar deyil. Onlar sənin kimi bir xanım. Yəni ki, bu dediklərimi yuvarlaşdıraraq, onu deyə bilərəm ki, mənim kursuma gələn həm tort bişirməyi öyrənir, həm onu satmağı öyrənir, həm sosial şəbəkəni öyrənir, təqdimatı öyrənir, bilir necə eləyəcək, nətər eləyəcək, sistemi öyrənir və ən maraqlısı, heç bir təcrübə olmadan, evdən çıxmadan, güclü pul yatırım etmədən, sadəcə bir addım atmaq, bəs. Əgər sən də bu bir addım başlayıb həyatını 180 dərəcə dəyişmək istəyirsənsə, əziz bacım, çox asan və sadə. Bax, bura qeyd edildiyim nömrə mənim, bu mənim nömrəm. Mənə əzəndə mənə düşəcəksən. Bir dənə tort 180 sözünü yazırsan, 180 yəni ki, tort işinin həyatını 180 dərəcə dəyişəcək bir işə addım atmağı planlayırsan da, ona görə tort 180 sözünü yazırsan. Çatdıq jurnalın necə edək ki, qazanaq dediyi yerə. Yəni, tort işindən pul qazanmaq düşünməyin ki, çətindir, çünki mən bu yolu keçmişəm. Bilməyəndə təsəvvür edin bir meşəyə girmişsiniz, yol yoxdur da, yəni hər ayağınızı atsaz, bataqlığa düşə bilərsiniz, tikanlı bir yerə əliniz, ayağınızı vura bilərsiniz. Ona görə çətin olur, amma
Biləndən sonra çox asandır. Əgər bunu siz özünüz öyrənsəz, özünüz də öyrənə bilərsiniz. Mənim kimi buna illəriniz, pulunuz kifayət edəcəksə, pajalsta. Hamı öyrənə bilər. Amma artıq illəriniz yox, sadəcə bir ayınızı bu öyrənməyə sərf edib, uje qalan aylarını qazanmaq istəyirsinizsə, onda öyrənin. Görmə aparmayacağam ki, nə qayırırıq. Biz burada öyrənməliyik sadəcə tortu öyrənməliyik, o demək deyil, yəni biz kursun sonunda 1000 dənə, 10.000 dənə fərqli tort, yəni çoxlu tort bacarmalıyıq ki, çoxlu tort sifariş götürək. Yox, bu səhv yanaşmadır. Biz sadəcə bizə lazım olan bilikləri öyrənməliyik ki, biz artıq 100-dən artıq tortu sifariş edə bilərik. Gəlsə edə bilərik. Yəni ki, biz bazanı öyrənməliyik. Baza nədir? Sıvaqdır, yazı yazmaqdır, tortun üçün qəşəng yığmaqdır. Sonra tortun biskvitin qəşəng bişirməkdir. Nasatkadan tortun qırağına aşağısına kan çıxartmaqdır. Sonra marsipan fiqurlarını işləyə bilməkdir və tortun dekorlarıdır və trend tortları. Biz bunları öyrənməliyik. Bunu öyrənəndən sonra bizim bazamız var və nəticədə biz 100-dən artıq 100+ tortun sifarişini rahat şəkildə götürə biləcəyik. Amma bu 100 dənə sifarişi bizə kimdə eləyən, bizi tanımayan, bizi görməyən, bilməyən adam. Əlbəttə heç kim. Ona görə biz burada öyrənməliyik sosial şəbəkəni. Yəni ki, təqdimatı. Biz nə edək ki, biz insanların qarşısına çıxaq. Onlar bizim səhifəmizi görsün və bizdən sifariş etməyə başlasın. Bu da Instagram, TikTok, video hazırlamaq və hekayə danışa bilmək. Yəni biz bunu öyrənməliyik ki, biz insanların qarşısına çıxıb onların gözünün qabağında olaq ki, onlar bizdən bu 100 dənə tortu sifariş edəsin ki, bununla bu üst-üstə gələndə axırda bizə pul şəklində, manatda bizə pul bax bunda gələcək. Başa düşdünüz? Yəni bazanı bilməsək, təqdimatı bilsək, bu da bir iş deyil. Bazanı bildik, təqdimatı bilmədik, yenə də pul qazana bilməyəcək. Yalnız bunlar üst-üstə gələndə biz artıq pul qazanacağıq. Yəni evdə tort işindən pul qazanmağın yolları budur ki, siz bazanı öyrənəsiniz, sadaladığım bu şeyləri və Instagramla işləyə biləsiniz də. Yəni bax bu şeyləri biləsiniz ki, sizə sifariş eləsinlər ki, siz də onun nəticəsində pul qazana biləsiniz. Yəni ki, baza və təqdimat. Bu ikisini öyrənmək lazımdır. Vəssalam.